Bir yaşlı qadın gəlib ayaqqabısını təmizlətdirir. Ayaqqabını təmizləyən qız görür ki, qadının ayaqqabısının altında brilyantlar var. Qadın deyir, nə işte təmizlədim, qurtardın, nə oldu? Deyir, hə, təmizlədim, qurtardım. Yaşlı qadın biraz xırda pul çıxardıb bu qıza verir və oradan uzaqlaşır. Qız dodağının altında mırıldanmağa başlayır ki, ayaqqabısının altında brilyantlar gəzdirir, amma mənə biraz xırda pullar verir. Yaşlı qadın biraz getdikdən sonra başı gicəllənir, yıxılır yerə. Bunu görən ayaqqabı təmizləyən qız tez qaçır onun yanına, haray-həşir, qışqır-bağır salaraq köməyə adam səsləyir, ancaq heç kəs köməyə gəlmir, məcbur olub özü bunu aparıb xəstəxanaya çatdırır və orada həmşirələrə təhvil verir. Qadın sağalıb evinə getdikdən sonra bunun qoruyucusu olan oğlan bu qızı qadına göstərir ki, bax, sizin həyatınızı xilas edən bu qızdır. Qadın deyir ki, hə, bu qız mənə tanış gəlir, mən bunu kameralarda görmüşəm. Sən onda get onu çağır, gətir mənim yanıma. Qadının qoruyucusu gedib qızı tutub gətirir yaşlı qadının yanına. Deyir ki, gəl gedək. Qız buna deyir ki, sən məni hara aparırsan? Deyir, biləcəksən səni hara aparıram. Gəlir maşının qapısı açılanda görür ki, içəridə həmin yaşlı qadın oturub. Yaşlı qadına deyir ki, məni bura niyə gətirdirmirsən? Deyir ki, əyləş maşının içərisinə, sənə deyəcəm niyə gətirdirmişəm səni bura. Nəsə qız keçir, əyləşir qadının yanında. Qadın oğluna deyir ki, sür gedək evə. Maşını sürüb gəlirlər yaşlı qadının evinə. Ayaqqabı təmizləyən qız evə çatanda görür ki, varlı-karlı bir evdir, böyük bir villa. Deyir, hə, deyəsən, siz çox varlı bir qadınsınız. Qoruyucusu deyir ki, hə, mənim xanımım şəhərin ən zəngin qadınlarından biridir. Deyir, bəs məni bura niyə gətirmişsiniz? Deyir, səni bura ona görə gətirmişik ki, sən o günləri bizim xanımın həyatını qurtarmışsınız. Ona görə səni bura gətirmişik ki, xanım səni ödülləndirmək istəyir. Deyir, yox, buna ehtiyac yoxdur. Mən öz insanlıq borcumu yerinə yetirmişəm. Elə bu ərəfədə yaşlı qadının qızı otağa daxil olur və baxır ikirasıyla bu qızaya da deyir ki, nədir bu gündə bir yetim yesiri tutub gətirirsiniz bu evə? Qızın anası deyir ki, sənin bu sözü deməyə haqqın yoxdur. Sən biz yaşlandığımızda bizə baxmırsan. Ona görə sən qoruyucusu qıza deyir ki, sən ananı zəhərləmək istəmirsən. Ayıb olsun sənə. Sən ananın varidatına sahib olmaq üçün ananı zəhərləmirsən. Deyir, nə zəhər? Deyir ki, onu xəstəxanada həmşirədən soruşarsan. İnsan həyatına yavaş-yavaş təsir göstərən zəhərdən istifadə etmirsən anana qarşı.
vəkil qıza belgeleri gösterir. Deyir ki, bu belgelere baktıkta sana ananın varidatından hiçbir şey düşmür. Deyir, niye göre ben onun kızıyam, onun varidatı, varisi ben olmalıyam. Deyir, yok. Yaşlandıkta ata anasının kaygısına kalmayan evlada hiçbir şey düşmür. Ama bu ayakkabı temizleyen kız senin ananın hayatını xilas edip, o bile ki onun ayakkabısında brilyantlar var, ananın başı gicəllənib yere yıkıldıkta o bundan istifadə edib o brilyantları yok, ananın hayatını kurtarıb. Ona göre anan, həmin yaşlı kadın qoruyucusuna da deyir ki, sen de atan ölməmişdən qabaq mənə vəsiyyət etdi ki, səndən muayət olum, səni varidatdan ayrı salmayayım. Sen bizim aileye büyük köməklik göstərmisən. Sizin hər ikinizi mən özümə evlat kimi bilirəm. Siz daim bizim ailenin, bizim kaygımıza kalmışsınız. Ona göre benim varidatım, əmlakım mən öləndən sonra sizə çatacaq. Və polis gələrək qızın, arvadın qızın tutub aparır, qız çığırır ki, məni niyə tutuklayırsan? Deyir, gedək xəstəxanaya, orada biləcəksən ki, sən niyə tutulursan? Sən ananı mal-mülkə görə, zəhərləndiyinə görə tutulursan və bunun da cəzasını çəkəcəksən. Bax, belə. Doğma evladın valideynə göstərdiyi qayğı, yad evladların həmin yaşlı qadına göstərdiyi qayğı. Ona göre insanlıq doğmalıqdan, ögeylikdən asılı deyil. Allah heç kəsə insani hisslərdən uzaq olan evladlar qismət etməsin. Diqqətinizə görə çox sağ olun.